Hər vaxtınız xeyir, əziz dostlar. Davamlı olaraq bundan sonra kanalımda bu DİM sınaqlar toplusunun digər sınaqların hər birinin fərqli izahlarını sizlərlə paylaşacağım. Bu dəfə 10-cu sınağın izahını paylaşacağım sizlərlə. Deməli, keçək birinci sualdan başlayaq. Deməli, simsiz şəbəkə texnologiyaları müəyyəndir. Biz internet bölməsinə aiddir bu sınaq. İnternet bölməsində simsiz şəbəkə texnologiyaları var idi. Bluetooth, Wi-Fi, Li-Fi. Bunlar simsiz şəbəkə texnologiyalarıdır. Biri də var idi, simsiz rabitə vasitələri. Onlar isə radio siqnallar, mikrodalğalar, bunlar gedirdi. Yəni şəbəkə ilə bunları qarışdırmayın. Deməli, cavabımız 1, 2, 6 olacaq. Cavab A variantı. RJ45 başlığı biz bilirik ki, bu konnektor adlanır. USB portdur, yəni bunları hətta biz birbaşa çıxsaq da doğru cavab birbaşa əldə edirik. Sonra ikinci sualda müxtəlif protokollardan istifadə edən şəbəkələri əlaqələndirilməsi üçün istifadə edilən qurğu router idi. Router. Wi-Fi adapter, yəni biz bilirik ki, bunlar Wi-Fi, misal üçün kompüterdə işləmirsə, balaca Wi-Fi adapter almaq olar və onu taxıb, driverini yazıb, ustanovka eləyib, misal üçün onun özün təmiri baha başa gələrsə, Wi-Fi adapterdən istifadə etmək olur. Hub biz bilirik ki, internet paylayıcıdır. Yəni, tutaq ki, sizdə bir 20 dənə kompüter var, modem buna gücü çatmır, modemdən bir şnur taxırsınız hub'a, hub'dan da paylayırsınız bütün kompüterlərə. Bluetooth-la misal üçün adi paylamaq olar. Biz bilirik adi, misal üçün özümüz Wi-Fi paylayanda da istifadə edirik ondan, telefondan falandan. Switch-dəki hub'dan ağıllı qurğudur. Siqnalları yalnız kimə göndərirsinizsə, elə bil ki, ancaq ona gedir. Üçüncü sual. Ulduz topologiyası ilə bağlı yanlış ifadəni müəyyən edin. Biz bilirik ki, ulduz iki cür olurdu. Aktiv və pasiv. Aktiv ulduz mərkəzdə kompüter olanda, pasiv isə mərkəzdə hub olanda, yəni internet paylayıcı olanda. Şəbəkənin etibarlı mərkəzi qovşağın etibarlılığına asılıdır. Bəli, yəni o etibarlıdırsa, şəbəkə də etibarlıdır. Mərkəzi qovşaq sıradan çıxdıqda şəbəkə öz fəaliyyətini davam etdirmir. Yəni şəbəkə çökür və salam, bitdi. Çünki hər bir şey mərkəzdən asılı idi. Cavab B variantı yanlışdır. Dördüncü, şluzun təyinatı nədir? Şluz müxtəlif protokol kompüterlə şəbəkəsini əlaqələndirmək üçündür. Şluz nə deməkdir? İzah edirəm sizə. Misal üçün buradan şluzu açım. Tutaq ki, baxın bu gateway şluz deməkdir. Bu bizim poçtamızdır, poçta. Poçtadan serverlərə gəlir internet paylanır. Tutaq ki, o stolbiklərə, belə deyək. Və oradan da paylanır digər evlərə. Şluz bu bir növ, misal üçün biz kompüter alanda, daha doğrusu modem alanda, modemi alıb bunu nastroyka eləmək lazımdır, düzdürmü? Nastroyka nə deməkdir? Yəni, aldığımız modemin adresi modemin altında yazılır. Ki, bu adresə girib, öz modemimizi ora tanıtmalıyıq, plus öz telefon nömrəmizi, parolumuzu qeydiyyatdan keçirib, ödənişini eləyib, ondan sonra bizə internet buraxılır, düzdürmü? Əgər biz qeydiyyatdan keçmişiksə. Yəni, mən TP-Link modemi almışamsa, TP-Linkin adresinə girməliyəm. Yəni, Huawei modemi almışamsa, onun adresinə girməliyəm. Bax, bu o şluz, yəni bir növ o adres kimi nəzərə alın. Hansı ki, siz öz aldığınız modemi qeydiyyatdan keçirirsiniz. Lokal şəbəkə topologiyaları müəyyən edin. Ümumilikdə topologiyalar çoxdur. Bizə kitablarda göstərilən ulduz, şin, halqa idi. Bunlar regionlara görə lokal, qlobal, regional şəbəkələr idi. Topologiyalar isə ulduz, şin, halqa 2, 4, 5. Tay tuşlar bu kompüterlərin eyni səviyyəli kompüterlər olduğunu qeyd edirdi. Biz bunları çıxsa, avtomatik B variantı doğru cavab qalır. Bütün kompüterlərin eyni hüquqa malik olduğu tay tuşlar idi. Hamısı eyni ranglı, eyni səviyyəli kompüterlərdir. 12-ci sualda doğru istinadı müəyyən edin. İstinad deyirsə, image-dən biz çıxırıq. Niyə? Çünki image web səhifəmizə şəkil əlavə etmək üçündür. İstinad isə href ilə işləyir.
SRC-ni buradan çıxırıq, qalır 2 variant. Burada baxın bunun bağlanan tagi yoxdur. Plus da burada yəni A bunlar bar tagidir də. Yəni image tagdir. A hərfi isə bizdə bar tagdir. Ona görə yəni bildiyimiz variantları hətta çıxsa D variantı avtomatik doğru cavab qalır. dimgo.a saytına istinad edir. Dim istinad göstəricisini klik eləyəndə. Sonra 13-cü sualda HTML kod əsasən web səhifədə alınacaq cədvəlin neçə sütundan ibarət olacaq? Baxın, cədvəl təyin etmək üçün table tagindən istifadə olunur. Burada çatışmamazlıq bir dənə border yoxdur. Yəni olsa da olmasa da yenə də cədvəl olur da. Cədvəlin sətirlərini təyin etmək üçün tr burada açılıb, burada bağlanırsa bu 1, bu 2, bu da 3. 3 dənə sətir var. Bu 1, bu 2, bu 3-cü, düzdürmü? Burada da neçə dənə sütun var? TH sütunları təyin edirdi. Bu 1, bu 2, düzdürmü? Deməli, quracağımız cədvəl neçə sütundan ibarətdir deyir. Bizdə 2 dənə sütun var. Cavab C variantıdır. 3 dənə sətir var. Ümumilikdə 6 dənə xana var. Yəni nəzərə alın bunları. Sonra 7-ci sual. 7-ci sualı həll etmək üçün 800 MB tutuma malik. Baxın bunun həlli qaydası. İzah edirəm sizlərə. 800 MB tutuma malik fail müəyyən rabitə kanalı ilə bu sürətlə ötürülür. Yəni, əvvəlcə T-ni tapaq. T bərabərdir 800. Əslində bunu tənasüb kimi də bir dənə yoxlayaq. 800 MB tutaq ki 220 vurulsun 220 ilə gedirsə x megabayt bizdə gedir 55 vur 220 ilə, düzdürmü? Bunlarla bu gedir, bununla bu gedir. Burada nə qədər qalır? 11 vurulsun 2 yasa, burada 11 vurulsun 5 yasa, 11'lər də gedir. Bununla da bu gedir 40. Deməli 4 qalır. 40'ı da 5'e vuranda eləyir bizdə 200, düzdürmü? 200 megabayt. Düz tapındıq mı? 11 ilə bu gedəndə burada 2 qalmışdı. Bu da eləyir. Hə, yox. Gəlin, doğru qeyd eləyək bunları. Tənasüb kimi olmadı, amma yenə də ola bilsin mən haradasa səhv edirəm. Deməli, əvvəlcə T-ni tapaq buradan. 800 MB vurulsun 223 bit, 1 MB 223 bit olduğundan bölünsün bu sürət. Əvvəl T-ni tapaq. 220 vurulsun. Hə, bu zamandan 2 dəfə çox. Tənasüb kimi axıra qədər oxumadım. Üzülürsən sualı. Deməli, 800 vurulsun 800 MB-ı 220 vurulsun 220 ilə göndərildi. X isə bundan 2 dəfə çox sürətlə, yəni 5 vur 2 vurulsun 55 vurulsun 2 vurulsun 220 ilə. Düzdürmü? Burada 220'lər gedir. Bu 0 ilə bu gedir. Burada nə qədər qalır? 2 vurulsun 11. Burada da 5 vurulsun 11. Burada 2 ilə bu 2 getdi. 11 ilə bu getdi. 5'i də 80'ə vuranda eləyir. X bərabərdir 400. Avtomatik olaraq cavab tapa bilirik birbaşa. Yox, əgər bu formada tapa bilmiriksə, bunun digər yolunu da izah edeyim. Yəni, misalı axıra qədər oxumamışım ona görə. Digər yolu isə, baxın, T-ni əvvəlcə tapıram buradan. 800 vurulsun 223 bit. Düzdürmü? Düsturumuz belə idi. Q bərabərdir V vurulsun T. Buradan T-ni tapırıq. 220 vurulsun 220. Düzdürmü? Bununla bu gedir, bununla bu gedir. Burada qalır 8. Düzdürmü? Olduğu kimi saxlaya da bilərik. 2'yə ixtisar da gedə bilərik. Bunlar gedəndə 11 qalır. Burada da qalacaq 4. Düzdürmü? Deməli, bizdə nə qədər qaldı? 80 vurulsun 4. Düzdürmü? Bölünsün 11. Deməli, bunu olduğu kimi saxlayırıq. Heç bölmürük. İndi növbəti, baxın. Q bərabərdir bizdə. Zamanımız budur. 80 vurulsun 4 vurulsun 11 vurulsun 2 dəfə daha sürətli vurulsun 55 vur 220. Düzdürmü? Bu 55 ilə bu gedəndə qalır burada 5. Deməli bizdə qaldı burada 80 vur 4 vurulsun 5 vurulsun 2 üstü 21. Düzdürmü? Bunu da bölürük 2 üstü
23-ə megabayta çevirmək üçün. Deməli, bundan bu getdi. 223-lər 5 vurulsun 80 qaldı. O da yenə də 400 megabayt cavab qalır. Bu formada, yəni hər iki formalarda həll eləyib cavabı tapmaq olar. Yəni hansı sizə uyğundursa o formada yəni özünüz üçün həll edə bilərsiniz. Aldığımız o cavabları heç vaxt bir-birinə vurub, bölüb vaxt itirməyin. Onsuz da onlar bir-birinə ixtisar gedəcək. Deməli, o sual həll olundu. Cavab Y variantı qeyd edək. 8. Simsiz rabitə vasitələri. Baxın, bayaqları izah elədim yuxarıdakı rabitə vasitələri. Biri var şəbəkə, biri var rabitə. Fibroptik kabeldir. Bir variantları çıxsa, avtomatik olaraq bu heç. Koaksialdır kabeldir. 4'ü də çıxsa, avtomatik olaraq 2, 3, 5 qalır. Deməli, peyk rabitəsi, mikrodalğalar, bir də radio siqnallar, bunlar simsiz rabitə vasitələri idi. Yəni, bildiyimiz variantları da çıxsaq, həmən formada cavabı alırıq. İnternet şəbəkəsində resursun ünvanı bu kimidir. Bu ünvanın hansı hissəsi resursun ötürülməsi üçün istifadə olunan protokolu göstərir? Protokol bizdə HTTP-dir. Hypertext'in protokolu. Sonra 9. Web səhifəyə qrafik fayl yerləşdirmək üçün düzgün HTML kodunu müəyyən edin. Baxın, biz bilirik ki, image search, yəni şəkil əlavə etmək üçün, amma search belə yazılmırdı, search yazılırdı. Image reflə işləmir. Image-in bağlanan tegi yoxdur. Avtomatik olaraq D variantı qalır. Yəni, bildiklərimizi çıxsaq, internet bölməsindən gələn sualı saniyələr içində həll edə bilirik. Sonra 10. Şəbəkə ilə ötürülməzdən əvvəl informasiya ilə kodlaşır ki, informasiya həcmi 40% azalır. Əgər faylın şəbəkə ilə ötürülmə sürəti bu qədər bit saniyə olarsa, faylın ötürülməsi üçün bu qədər fayl, vaxt sərflanan faylın ilkin həcmi neçə kilobayt olmuşdur? Gəlin baxaq. Deməli, şəbəkə ilə ötürülməzdən əvvəl onun həcmi 40% azalıbsa, yerdə qalıb 60%, düzdürmü? Deməli, biz belə edə bilərik. Əvvəlcə tapıb, sonra onun 60%-ni də üstə gələ bilərik. Baxın, Q bərabərdir, V vurulsun T, düsturumuzu yenidən yazaq. Q bərabərdir 6 vurulsun, 256 vurulsun. Bu da 2 üstü 18 edir bizdə birbaşa. Daha doğrusu 18. Bir dəqiqə sileyim. Deməli, bu 256 da 208-dir. Bu da 2 üstü 18 edir. Düzdürmü? Bölünsün. Deməli, kilobayta çevirmək deyir 2 üstü 13. Bundan bu gedir 2 üstü 5 qalır. 2 üstü 5 də olanda bizə nə qədərləyir? 2 üstü 5 də 32 elir. 32-ni də 6-ya vuranda 180, üstə gəlsə 12, 192. Düzdürmü? 192 bizdə 60% idi. X isə 100%. Belə də tapa bilərik. Bundan bu gedir. Bir dəqiqə. Qalan kilobaytla tapmaq lazım idi. Deməli, X bərabərdir. 192-ni də heç bunları vurmağa ehtiyac yoxdur. Baxın, 32 vurulsun 6 yazsaq burada. Baxın, fikir verirsinizmi? 32 vurulsun 6 yazsaq, 6'lar da bundan gedəndə 320 qalır birbaşa. Cavab Y variantı. Yəni, bu formada həll etmək olar. Yəni, özüm deyirdim yuxarıdakı bir-birinə vurmayın. Yəni, vursaq da, vurmasaq da yenə də ixtisar gedir, yerdə qalır 320. Deməli, 11-ci sual. Python görünüşü hansılar ilə almaq olar? Biz baxaq görək ki, bu görünüşü nəyinə almaq olar? Burada nə iş görülüb? Baxın, bolt var, bolt və yaxud stronghold var. İkisindən biri. U, nəqd var, bir də I və YM də var. Deməli, bunlardan biri olmayan variantları çıxmalıyıq. Deməli, burada həm kursiv var, həm altdan tiri var, həm bolt var. Bundan almaq olar. Bir variantları çıxırıq. Burada altdan tiri yoxdur, fikir verirsinizmi? Kursiv var, qalın var. 2-də. Sonra, burada hər üçü var. 3'ü də çıxsa, birbaşa qalır. D variantı. Burada altdan tiri yoxdur, burada da qalın yoxdur. Ona görə
2, 4, 5 variantları ilə Python görünüşünü, yəni mətni almaq olmaz. 15-ci sual. Verilmiş təqlərə görə alınacaq siyahının web səhifədəki görüntüsünü müəyyən edin. Biz bilirik ki, ul, underline, ul bullet library belə gedir də. Bəli. Deməli, bu ul nişanlanmış siyahıdır. Nişanlanmış siyahının 2 dənə elementi var. List. Bu 1, bu 2. Düzdürmü? Nişanlanmış siyahının içində də nömrələnmiş siyah var və onun da 3 dənə elementi var. Yəni bizdə doçka, sonra 1, 2, 3 belə olmalıdır. John von Neumann və nöqtə. Biz bilirik ki, nişanlanmış siyahda nöqtə verir standart olaraq və yenə də 1, 2, 3 belə bir yazılış olmalıdır. İndi bu yazılışı tapaq. John von Neumann və Ramin Mahmudzadə. Deməli, baxın, A variantı doğru gəlir, amma burada 4-5 gəlir. Bu doğru deyil. Cavab B variantı. Fikirlərsiniz 1, 2, 3. Burada D variantı çıxır. Bunlar nömrələnmiş siyaha gedir. Yəni doğru cavab vermir. B variantı doğrudur. 16-cı sual. Axtarış sistemi deyil. Google axtarış sistemidir. Yandex axtarış sistemi, Rambler axtarış sistemidir. Excite axtarış sistemi, LinkedIn bu isə sosial şəbəkədir. Yəni kitabda da var bu. Sonra 17-ci sual. Bdo.a saytında yerləşmiş JPEG adlı fayl statik qrafik fayl HTTP protokolu ilə doğru müraciəti müəyyən edin. Deməli, HTTP 2.bdo.az və JPEG. Cavab C variantı. Burada deməli 17-ci sualın həlli də bu formada. Özləri dediyi kimi biz qeyd edirik və son cavabı tapırıq. 18-ci sualda doğru URL ünvanı müəyyən edin. URL nə deməkdir? Biz tutaq ki, hər hansı bir məlumatı izləyəndə bizə deyirlər ki, mən misal üçün harası deyirəm ki, falan yerdən oxumuşam. O da deyir ki, misal üçün link ata bilərsinizmi? Bax, o link URL ünvanıdır. Belə bir link yoxdur. Belə bir formada da ola bilməz. Bu formada da ola bilməz. Bu formada da. Cavab D variantı. 3W qabaqda olmur. Əvvəl protokol gəlir, ondan sonra adres gəlir. Keçirik 21-ci suala. Yanlış ifadə müəyyən edin. HTML web səhifənin görünüş strukturunu təyin edir. Bəli. Yəni biz bilirik ki, hər bir səhifənin karkasıdır. HTML səhifədə 2 hissəyə, head və body, bəli. 2 hissəyə ayrılır, yəni səhifənin baş hissəsi, bir də gövdəsi. Algoritmik dil deyil, bu nişanlama dilidir. HTML yaradıcısı Tim Berners-Lee hesab olunur, bu doğrudur. HTML fayl uzantısı HTML və ya HTML uzantısı ilə olur. Cavab C variantı. 22-ci də web səhifədə yazılışı zamanı şəklin nisbi ünvanı səhv yazılarsa, bu şəklin yerində hansı yazı görünər? Biz bilirik ki, şəklin ünvanı doğru göstərməyəndə alt, yəni alternativ tekst mətni çıxır ki, bizə misal üçün burada şəkil var, amma ünvanı düz göstərilməyib kimi belə bir belə deyək, göstərici göstərir ki, yəni bu şəklin ünvanı düzgün göstərin ki, doğru alınsın. Düzgün göstərməyəndə bu mənzərə sözü əks olunur web səhifədə. 23-cü sual. Cədvəldə axtarış sisteminə verilmiş sorğulara və axtarış necə internetdə tapılmış səhifələrin sayı verilmişdir. BDU sorğusu üzrə neçə səhifə tapılar? Bunu müxtəlif variantlarda həll etmək olar. Hər iki variantı qeyd edirəm sizlər üçün. Birinci variant Venn diaqramlandır. Venn diaqramı çəkək, həm bunu, həm də belə. Ayrı-ayrı çəkirəm ki, sizlər üçün aydın olsun. Tutaq ki, bu ADU-dur. Burada BDU. Düzdürmü? Bunların kəsişməsi, baxın. Bunu da buraya yine yazın. Bunların kəsişməsi nədir deyə bax, bu hissə 1350. Baxın, bura 1350-dir. ADU təkcə özü 2150-dir.
2150-dən 1350-ni çıxanda 0, 0, bu da eləyir nə qədər? 800, düzdürmü? Deməli, bura olur 800. Yəni, ümumilikdə fikir verin, qırmızı hissə 2150-dir. Bura isə bizdə x-dir. Or, bütövlükdə, baxın, bu ordur. Yəni, 3200 bərabərdir. 800 üstə gəlsin 1350, üstə gəlsin x hamısı birlikdə ordur. Yəni, bunlar belə çıxanda x bərabərdir, bizdə nə qalır? 2150-ni çıxanda buradan 0, 5, 0, bu da 1. 1050, düzdürmü? 1050 olması üçün ümumilikdə bizdən soruşur da, bu x 1050-dir. 1050. Bizdən soruşulur BDU-nun. BDU görürsünüz, bu göy hissədir. 1050-nin üstünə də 1350 gələndə bizdə olar 0, 0, bu da 4, bu da 2. Belə. Aydın da bu bir forma. İkinci forma isə Venn diaqramsız. Biz iki dənə Venn diaqram üçün belə bir çoxluqlarla bağlı düstur var. A, OR, B, tutaq ki, A BDU-dur, B də A-dur. A üstə gəlsin B, çıxılsın onların kəsməsi A and B. Yeni qoyuruq indi. 3200 bərabərdir. A bizdə A-dur, tutaq ki, 2150 üstə gəlsin X, BDU-nu bilmirik. Tapdığımız odur və onların kəşməsi 1350. Düzdürmü? Bundan bu gedəndə burada qalır 800. Düzdürmü? X bərabərdir. 3200-dən 800 çıxanda 2400. Yenə də eyni cavab almış oluruq. Yəni, müxtəlif variantlarda tapmaq olar. Keçirik növbəti. 24-cü misal. 24-cü misal bizdə, baxın, bu Venn diaqramları mən çəkeyim sizlər üçün. Venn diaqramlar iki cür formada ola bilər. İki cür. Bu formada hər üçünün kəsməsi ola da bilər. Bunları ayrı-ayrı rənglərdə ta eləməyə vaxt yoxdur. Və yaxud belə də ola bilər, baxın. Yəni, hər üçünün kəsməsi olmaya da bilər. Müxtəlif variantlarda yazmaq olar. Həm düstur şəklində, həm də Venn diaqramla. Deməli, burada, baxın, təlim and təhsil and tədris sıfırdır. Yəni, bunların hər üçünün kəsməsi yoxdur. Yəni, yuxarıdakı Venn diaqramlar deyil. Bu aşağıdakıdır. Baxın, tədrislə təlim 150-dir. Təlimlə or təhsil, baxın, 610-dur. Düzdürmü? Təlim, təhsil, baxın, bu ikisinin kəsməsi birbaşa yoxdur. Demək, bunlar hərəsi bir qıraqdadır. Yəni, tutaq ki, təlim buradadır. Təlim buradadır. Bu da təhsil. Tədris isə ortadadır. Tədris. Belə. Baxın, tədris and təlim. Tədris and təlim bizdə 150-dir. 150. Sonra, and bunların, yəni, hər üçünün kəsməsi yoxdur. Bizdən soruşulur, təhsil and tədris. Baxın, bu hissə X. İndi buradan, baxın, təlim bizdə nə qədərdir? Təlim. Təlim təkcə 270-dir. 270-dən bu 150-ni çıxanda nə qədərlir? 120 qalır, düzdürmü? Deməli, 120-ni buradan çıxanda avtomatik olaraq bizdə bunu çıxartsaq, 150 burada qalır. Da fikir verirsinizmi? Bunu qırağa çıxartsaq, avtomatik olaraq bizdə tədrislə təlim qalır. Fikir verirsinizmi? Yəni, bunu çıxartsaq qırağa, 120-ni. Bunlar qalır belə. Fikir verirsiniz. Çünki buna aiddir axı. Bizdə tədris nə qədərdir? Tədris bizdə ayrıca 290. Təhsil nə qədərdir bizdə? Təhsil. Təhsil bizdə 340. Ümumilikdə or verilib. Oradan 120-ni çıxanda nə qədərlir? Bu 120-ni. 120-ni çıxmalıyıq da. Or bizdə bu qalacaq da bizdə. 120-ni çıxanda, deməli, 680 çıxılsın 120. Deməli, burada 0, 6 və 5. 560, düzdürmü? Ümumilikdə bu 560-dır. Deməli, 560 bərabərdir. Bayaqki düsturu nəzərə alsaq.
290 üstə gəlsin 340 tədris üstə gəlsin təhsil çıxılsın x and onların. Burada nə qədər çıxır? Deməli 340 üstə gəlsin 290 bu formada hesabla 0, 3, 5, 6 düzdürmü? Bundan da 560'ı çıxanda bizdə qalır nə qədər? 70. Və salam x 70 qalır bizdə. Yəni cürbəcür variantları tapmaq olar. Bu Venn diaqramlarla tapılma qaydası. İkinci variant isə baxın. Hər üç Venn diaqram üçün belə bir düstur var. A or B or C bərabərdir. A üstə gəlsin, B üstə gəlsin, C çıx. A and B çıxılsın A and C çıxılsın B and C çıxılsın. Hər üçünün keçməsi A and B and C. Bu düstur hər ikisi üçün, hər iki Venn diaqramlar üçün bayaqları yazdığım keçərlidir. İndi yerinə qoyub hesablayaq. Baxın. 680 bərabərdir. Ümumilikdə 270 üstə gəlsin 340 üstə gəlsin 290 çıxılsın 150 çıx. Or varsa bunlarda 0'dır. Çıxılsın x. Yəni baxın təlim or təhsil 610'dursa bunların ikisinin cəmi, yəni 3'ünün kəsməsi yoxdur axı. Yəni yeni də qeyd edə bilərik. İndi buradan tapaq. 150 ilə bu gedəndə bizdə burada qalacaq 140. Düzdürmü? 290 eləyir də. Bunların cəmi 340, bu da 270. 0, 15, bu da eləyir nə qədər bizdə? 4, 6, 7. 750'dən də 680 çıxanda bizdə qalacaq 70. Bayaqları ki, tapdığımız kimi 70. Yəni bu formada hər iki variantlardan istifadə edərək cavabı tapa bilərsiniz. Bu da belə. 20-ci sualda bizdən nə soruşulurdu? Bir dəqiqə. 20-ci sual. Doğru ifadələri müəyyən edin. Hypermətn üzərinə gələndə sikanın göstəricisi kursor formasını dəyişir. Bəli. Biz bilirik ki, linkin üzərinə gələndə bu doğrudur. Düzdürmü? Web səhifələrdə cədvəllər istinad göstəricisi ola bilməz. Cədvəl istinad göstəricisi ola bilməz. Sonra, susmaya görə istinad adi mətndən fərqlənir. Bəli, adi mətndən fərqlənir çünki o altdan tirə çəkir və rəngli olur öz-özünə. Deməli, 1, 3 olmayan variantları çıxsa, avtomatik olaraq 1, 3, 5 cavab doğru variantı tapa bilirik. Web səhifənin daxili hissəsini ixtiyari sahəsinə hyperistinad yerləşdirmək mümkündür. Bəli, doğrudan da yerləşdirmək mümkündür. Web səhifələrdə tək bir cümlə istinad ola bilməz. Yəni, hansı cümləyə istinad eləyək? Cümlə hansıdır? Yəni, cümlə ola bilməz də, anlayırsınızmı? Yəni, hər hansı bir şəkil ola bilər. Cümlənin nəyinə istinad eləyək? Necə eləyək onu? O mümkün deyil. Bu da belə. Bu 19-cu sualı gözümdən qaçıb. Deməli, URL ünvanı iki hissədən təşkil olunur. Hansı hissələrdir? IP ünvanı və onun yerləşdiyi yer yox. İdentifikator nömrə yox. Resurs kodlaşma algoritmi yox. Resurs domen adı və yox. Resursun identifikatoru və onun yerləşdiyi yer. Yəni, URL ünvan deyəndə URL ünvan. Y nəzərdə tutulur. Resursun identifikatoru və onun yerləşdiyi yer. Yəni, hansı saytda yerləşir? Nədir ünvanı? Bu nəzərdə tutulur. Bu da belə. Deməli, 25-ci sualda bayaqları yazdığımız kimi buna əsasən, yəni həmən düstura əsasən tapaq birbaşa. Həm Venn diaqramla tapa bilərik, həm də birbaşa düsturla da yoxlayaq. Deməli, bizdə necədir? 360 bərabərdir 192 üstə gəlsin 148 üstə gəl 115 çıx 65 çıx 17 çıx 24 çıx x onların hər üçünün kəsişməsi. Deməli bunlardan birbaşa bunların cəmini tapaq mənfilərin 65
17 ilə bu da eləyir 30, 41. Düzdürmü? Bu da eləyir bizdə nə qədər? 106. Mənfi 106. 115-dən də 106-nı çıxanda bizdə qalır 9, müsbət 9. Düzdürmü? Bununla bu ikisinin cəmi nə qədər eləyir? 200. Düzdürmü? Deməli, birbaşa bunların cəmini bu formada tapaq. Həm sizin üçün də rahat olsun, həm mənim üçün də. 48, üstə gəlsə 9 da axırda. Yəni 115-dən bunu çıxanda 9 qalır, müsbət. 0, 13, 14, bu da 3. Üstə gəlsin 49-dur belə. Bundan da 60-dan da bunu çıxanda eləyir 11. Yəni bunların hər üçünün kəsməsi 11 gətirir bizə. Yəni düsturdan çıxartma olar. Eyni qayda ilə digər versiyanı da tapaq. Digər 26-cı sualda. Deməli, Java sorğusunun nəticəsində tapılan səhifənin sayını müəyyən edin. Biz görürük ki, 483, fikir verin, hər üçünün kəsməsi 0-dır. Bərabərdir. Python 183, üstə gəlsin 210, üstə gəlsin x, yəni Java ayrıca. Çıx onların kəsməsi 75, çıx onların kəsməsi 47. Çıx 0-da ta yazmağa ehtiyac yoxdur. Bu ikisinin cəmi nə qədərdir? 75, üstə gəlsin 47. Deməli, 2, 11, 12. Düzdürmü? 183-dən də bunu çıxanda 122-ni. Bizdə qalır 1 və 7, 71. 71 də bunun üstünə gələndə 210 üstünə 281 elir. O tərəfə keçirdəndə buradan da qalır 281-i çıxanda 2, 0 və 2, 202. Cavab 202. Vəssalam. Deməli, keçirik 27-ci suala. 27-ci sualda bizə uyğun atributları bir-birinə birləşdirmək lazımdır. Biz bilirik ki, image-də standart, search və alt var idi. TH-ları, TD-ləri çıxırıq. Burada da A da hərflə işləyir. Bu formada. Yəni 1 bizdə C, 2 isə A və D-dir. Əlavə atributlar da var, amma bizə təqdim olunan bunlardır. Ona görə elə bunlarla kifayətlənirik. 28 17 səhifədən ibarət olan mətn sənədinin ilk səhifəsində deyirsə, bir səhifə burada qalır. 16 səhifə isə qıraqda. İlk səhifəsində 128 vurulsun 256 vurulsun 256 rəng çaları deyirsə, rəng dənliyi 8 olur. Qrafik təsvir digər səhifənin hər birində 16 sətir Unicode ilə kodlaşdırılmış deyən kimi 2-yə vururuq və 64 simvol var. Ümumilikdə hər ikisinin kilobaytla həcmini tapaq. Bunu 8 vurulsun 1024-ə bölmək lazım, çünki bitdir bunlar. Düzdürmü? Bundan bu gedir, bundan bu gedir. Burada qalır 4, 4 də bundan gedəndə qalır 32 kilobayt. Buradan da 1024-ə bölək. 1024-ə böləndə bu 2 üstü 4, bu 2 üstü 6 bunlar gedir. Qalır burada yenə də 32 kilobayt. Ümumilikdə bunun həcmi, bu dokumentin həcmi 64 kilobayt oldu. 64 kilobaytın 50% 32 elir, 50% arxivləşəndə. 32 vurulsun 213 bit bölünsün. 213 də bunlarla gedəndə 218 qalır burada. 218. Burada da sürət də bizdə 207, bu da 217 elir. Bundan bu gedən qalır 2 saniyə. 18-dən 17 çıxanda. Birbaşa cavab 2 saniyə. Yəqin ki, aydındır. Deməli, 29-cu sualda bizdə 29-cu sualda cari HTML səhifəsi ilə eyni qolluqda olan book.png faylını istinad göstəricisi kimi istifadə etməklə belə bir ünvan HTML kodu yazın. HTML kodu yazmaq üçün adi mətn redaktorundan da istifadə edə bilərik. Bunun üçün bir HTML fayl açın. Yazım hətta burada sınaq 10 HTML. Deməli, hazır səhifə
Baxın, bizə deyir ki, cari səhifədə. Cari səhifədirsə, istinad bu fayladır. Bu istinadı buraya yazar. İstinad yaratmaq üçün biz bilirik ki, A. Ref teqindən istifadə olunur və qoşa teqdir. İstinad göstəricisi də bu fayldır deyir. İndi faylın hansı qovluqda yerləşdiyini mən bilmirəm. Yazaram burada. Şəkil qeyd etmək lazımdır. Şəkil kimi burada image tagi və burada adını yazıram, misal üçün book.png, düzdürmü? Alternativ mətn kimi də yaza bilərəm şəkil, birdən ünvan doğru olmasa, şəkil və istinadı da falan yazıram burada. https iki nöqtə slash skin.png nöqtə edu nöqtə az. Bu səhifənin xəbərlər bölməsinə keçid eləyir. News belə. Və salam. Baxın, bu bizdən tələb olunan ünvan idi. Yəni bu çıxmayacaq indi hal-hazırda, çünki mən qovluq yaratmamışam, bir şey eləməmişəm. Bizdən lazım olan ünvan idi. Onu da normal formada yazdım, icra elədim. İkincisi, bu 30-cu sual. 30-cu sualda bizdən tələb olunur cədvəl düzəlmək. Cədvəl düzəltmək üçün table tagindən istifadə edirəm. Table tagindən tr sətirləri təyin edirəm. th isə sütunları, düzdürmü? Deməli, bunları th-dan birbaşa name, sonra th sütunu surname, th bir də telefon, düzdürmü? Bu hazırdır. Burada border təyin etməmişəm, border. Yenə də tr. Hətta mən burada tr böyükdür td vuru 3 yazım ki, birbaşa. Belə də yazmaq olur. Yəni, müxtəlif variantlar var yazmaq üçün. Yəni, sətirləri təyin edirəm. Buraya yazıram Yusif. Soyadı Raşidov. Və telefon nömrəsi plus 99 4 70 x-lər və 4 dənə 0. Eyni qaydada bundan bir dənə də kopyalayayım. Deməli, burada yazmalıyım Azər Amirli və telefon nömrəsi də burada x-lərin əvəzinə yılları yazın. 3 dənə və salam. Çalışdıraq səhifəmizi. Birbaşa cavabımızda da çıxacaq. Buyurun. Şəkil burada qeyd olunmuşdu və bizə lazım olan ünvan da çıxdı. Bunlar tən ortadadır. Bəli, tən ortadadır. Amma bu biz bəzi indi tagləri bilməliyik ki, misal üçün burada borderdə cədvəldə biz görürük ki, bunlar təqdim olunan formada çıxmayıb. Bunun üçün table'ın atributu var. Call padding. Misal üçün burada 10 yazsam, baxaq, bu nə iş görəcəksə bizə. Baxın, bizə lazım olan ünvanı verir. Plus burada title hissəsində bizdən tələb olunur bu formada yazmaq. Title. Phoenix, belə. Baxın, bizə də o çıxmalıdır. Fikir verirsiniz. Tamil doğrudur və ünvanda görürsünüzmü? Tam olaraq bizə lazım olan nəticəni verdi. Yəni, bizdən tələb olunan hər bir şeyi biz necə lazımdır həll elədik. 30-cu sualın da cavabı belə idi. İnşallah ki, sizlər üçün yararlı oldu bu həllərim.
Kanala abunə olmağı, fikirlərinizi bölüşməyi unutmayın. Buyurun, sizə xoş izləmələr. Sağ olun. İnşallah növbəti sınaqların izahlarını yaxın zamanlarda paylaşacağım.